Üçüncü misal. Məğrib namazının vaxtı. İndi isə gəlin Şiə hədis mirasındakı o dərin böhranı göstərən daha bir misala. Məğrib namazının vaxtı ilə bağlı o qəribə ixtilafa nəzər salaq. Bu məsələdə sünnət əhli tamamilə ittifaq edərək deyir ki, məğrib namazının vaxtı günəş diskinin üfüqdə tamamilə batması, gözlərdən itməsi ilə başlayır. Lakin şiələrdə bu sadə məsələdə dərin bir ixtilaf var. Onların arasında ən məşhur rəyə görə məğrib namazının vaxtı günəş batdıqdan sonra şərq tərəfdəki qızartının da tamamilə itməsi ilə girir. İkinci bir rəy isə eyni ilə əhli sünnət kimi günəş diskinin batmasının kifayət olduğunu deyir. İşin ən maraqlı tərəfi isə budur. Bugün şiələr arasında ən yaygın olan birinci, yəni sünnilərə müvafiq olan rəy olsa da, onların ən böyük, ən qədim alimlərinin demək olar ki, hamısı məhz ikinci, yəni sünnilərə müvafiq olan rəy üzərində olublar. İbn Əbi Aqil, İbnül Cüneyd, Şeyx Saduq, Şərif Əl-Murtada, Şeyxut Taifə Ət-Tusi, Əl-Muhaqqiq Əl-Hilli, bu kimi nəhəng alimlərin hamısı məğribin vaxtının məhz günəşin batması ilə girdiyinə fətva veriblər. Bəs yaxşı, necə olub ki, sonraki dövr şiə alimlərinin böyük əksəriyyəti öz böyük üstadlarının bu aydın mövqeyindən dönərək namazı gecikdirməyi seçiblər? Əbul Qasim Əl-Xoyi kimi müasir bir alim bu ixtilafın səbəbinin mövzu ilə bağlı nəql olunan rəvayətlərin bir-birinə zidd olması olduğunu etiraf edir. O, bu rəvayətləri təhlil etdikdən sonra özü də məhz birinci, yəni sünnilərə müvafiq olan rəyin daha güclü olduğu nəticəsinə gəlir. O deyir ki, ikinci rəyi, yəni qızartının itməsini gözləməyi dəstəkləyən rəvayətlər çox olsa da, onlardan heç biri nə sənəd baxımından səhihdir, nə də məna baxımından dəlil olmağa qadirdir. Əslində, şiələrin öz hədis kitablarına baxdıqda görürük ki, imamların özləri namazı gecikdirməyi çox sərt şəkildə pisləyiblər. Bir rəvayətdə İmam Rıza deyir, Əbul Xattab Kufə əhalisinin böyük əksəriyyətini azdırdı. Onlar məğrib namazını qılmaq üçün şəfəq itənə qədər gözləyirdilər. Belə görünür ki, bu adət əslində şiələrin içinə ifratçı,ğulat firqələr tərəfindən salınıb. Şeyx Əs-Saduq İmam Cəfərdən belə rəvayət edir. Fəzilət qazanmaq adı ilə məğrib namazını gecikdirən lənətlənmişdir, lənətlənmişdir. Başqa bir rəvayətdə isə İmam Cəfər öz tərəfdarlarına acı bir şəkildə şikayət edir. Mən onlara dedim ki, məğrib namazını biraz gecikdirin. Onlar isə işi o həddə çatdırdılar ki, ulduzlar parlayana qədər namazı tərk etdilər. İndi isə mən özüm məğrib namazını günəşin diski batar-batmaz qılıram. Başqa bir səhih rəvayətdə isə İmam Baqir deyir, məğrib namazının vaxtı günəşin diski batdıqda daxil olur. Əgər namazı qıldıqdan sonra yenidən günəşi görsən, namazı təkrar etməlisən. Bu, açıq-aşkar bir dəlildir ki, imamın nəzərində meyar məhz günəş diskinin özünün batmasıdır. Bir digər rəvayətdə isə səhabələrdən bir qrupu Məkkədən qayıdarkən yolda günəşin hələ üfüqdə olduğu bir vaxtda namaz qılan bir nəfər görürlər. Onlar onun sünnilərdən olduğunu zənn edib, qəzəblə ona bəddua etməyə başlayırlar. Lakin yaxınlaşanda görürlər ki, bu İmam Cəfər Əs-Sadiqin özüdür. O isə onlara deyir, günəş batdısa, namazın vaxtı daxil olmuşdur. Əbul Qasim Əl-Xoyi bu rəvayəti şərh edərkən etiraf edir ki, bu o dövrdə şiələrin zehnində namazı gecikdirməyin artıq möhkəm bir qayda halına gəldiyinin ən yaxşı sübutudur. Onlar günəş batar-batmaz namaz qılmağı artıq müxaliflərin, yəni sünnilərin şuarı kimi görürdülər.